İmam Sadiq əleyhissalam buyurur, hidayətin əsası zikirdədir, bədbəxtliyin kökü isə qəflətdə. Bu məhz belədir. İnsanı nə azdırır? Dünya? Yox əzizim, dünya hər hadisədə öz sədaqətsizliyini sənə sübut edir. Demə ki, dünya insanı pozur. Amma ustad, əgər insan bir şeyə sahib olmasa, onda kompleks yaranar. Sonra da yalnız o şey haqqında düşünər. Yox əzizim, insan belə deyil. Bir şeyin yoxluğu insanı kompleksli etmir. Əksinə, olmayanlara çox fokuslanmaq və düşünmək insanı kompleksli edir. Məsələn, evi yoxdur, amma səhərdən axşama qədər evi olmadığı barədə düşünür. Sonra görür ki, qohumlarından biri ev alıb. Daha onun bütün varlığı həsədlə dolur. Hər hansı biri olmayan şey haqqında çox düşünmək insanı kompleksli edir. Hər şey aydındır, dostlar.